Hər vaxtınız xeyir kanalımın dəyərli xanımları. Əslində bu vloqu ya yeni ilin axşamı, ya da ki səhərsi gün paylaşmaq istəyirdim. Videoların hamısı hazır olsa da bir türlü özümü toparlayıb montaj edə bilmirdim. Səbəbi odur ki, yeni ildən bir gün öncə və yeni il günü o qədər yorulmuşdum ki, dedim ki qalsın, səhərsi gün montaj edib paylaşaram, amma təəssüf ki edə bilmədim. Bilirsiniz niyə xanımlar? Məndə belə bir xasiyyət var ki, əgər bir işi təxirə saldımsa, nədəndir bilmirəm, digər günləri də o işi görə bilmirəm. Nəsə maneə olur, o işi öncəliyim edə bilmirəm. Belədir ki, yeni ildə paylaşacağım vloqu hələ indi paylaşıram. Bu gördüyünüz kadr isə xanımlar, demək Hövsanda anamgilin yaşadığı binada bir ailə var, kirayədə qalır, yoldaşı 2 uşaqla xanımını atıb gedir və uşağın biri də fiziki qüsurludur. Bu səbəbdən də düşündüm ki, yeni ilə bir gün qalmış, mən gedim, o uşaqları sevindirim və sonra yeni ili ürəklə qeyd edim. Düzdür, əlimdən nə qədəri gəlirsə onu etməyə çalışdım. Ürəyim istəyərdi ki, o uşaqları götürüm, hansısa əyləncə mərkəzlərinə aparım. Amma bunu edə bilmədim. İnşallah düşünürəm ki, gələn dəfə mütləq edərəm. Və xanımlar, məndə belə bir qazanlar da var idi. Heç bir problemi yox idi. Tərtəmiz, gül kimi qazanlardı. Xanımla danışmışam, sevə-sevə qəbul elədi. Mənə də çox xoş oldu. Görürsünüz xanımlar, 3-4 dənə saxlama qabı da var və bu su çaniki. Bu su çanikini də mən işlətmirəm. Qoymuşdum kənara ki, ehtiyacı olana verim. Mən hər bir əşyama gül kimi baxıram. Heç vaxt özümə rəva bilmədiyimi başqasına da vermərəm. Bu kadrda da gördüyünüz kimi çox yaxşı vəziyyətdədirlər. Sadəcə olaraq mən təzə qazan dəsti almışam deyənə istəmədim ki, bunları evdə saxlayım. Çünki mətbəxdə mənim qab-qacağım çoxdur, artıq əşyalara da yer yoxdur. Bu stakanları da qoyuram, heç bir problemi yoxdur. Sadəcə olaraq göy rəngdən qətiyyən xoşum gəlmir, bu səbəbdən də qoyuram getsin. Deyə bilərsiniz ki, əgər xoşuma gəlmirsə, niyə almısan? Qızım uşaq olanda onun ən sevdiyi rəng mavi rəngi idi. Onun istəyinə görə o stakanları almışdım. Amma indi böyüyüb, fikirləri dəyişib, indi ən sevdiyi rəng bənövşəyi rəngdir. Əndə stakan da çoxdur deyənə bunları da şkafdan yığışdırdım ki, biraz yer açılsın. Və xanımlar, artıq hazırlaşmışıq, gedirik. Gördüyünüz kimi elə Hövsana ev paltarı ilə gedirəm. Tənbəllik elədim ki, bir də paltarımı dəyişim. Düşündüm ki, onsuz da maşınlanam, kurtkam da uzundur. Və xanımlar, bu kadr yeni ildən 1-2 gün öncə çəkilib. Sadəcə olaraq yeni il üçün çəkdiyim vloqa əlavə elədim. Onsuz da mən bu vloqu, bu videoları çəkdiyim gün başlatmışam. Bir də xanımlar, unutdum videonun əvvəlində deməyi, uşaqlar üçün Leylanın çoxlu iqruşkalarını yığmışam. Onsuz da Leyla onları işlətmir. Hansı ki, çox yaxşı vəziyyətdədir. Hamısını yığdım, aparıram uşaqlara. Hələ Leylanın o qədər iqruşkası var ki, artıq istifadə eləmir. Sadəcə vaxtım yox idi ki, onları da yığışdırıb aparam. Amma yenə də yığdığım iqruşkalar yekə bir setka ilə idi. Bilirsiniz xanımlar, hər bayram vaxtı hansısa bir ürəyi sevindirmək məni o qədər çox xoşbəxt edir ki, həmən gün başımı yastığa çox rahat qoyuram və yatmamışdan öncə də Allaha min şükür edirəm, sonra yatıram. Çünki hər adama nəsib olmur ki, kimisə sevindirsin. Çünki hər insanın ürəyi açıq deyil. Hətta mən elə insan tanıyıram ki, geyinmədiyi paltarları atır zibil yeşiyinə, amma ehtiyacı olana vermir. Bunu necə edir bilmirəm, amma çox yaxından tanıdığım biridir. Hər dəfə bunu görəndə o qədər məyus oluram ki, hər dəfə də o insan haqqında ürəyimdən keçirdirəm ki, Allah sənin ürəyinə mərhəmət versin. Və həmin insan da hər dəfə mənim vloqlarıma baxır, ümid edirəm ki, bir nəticə çıxardar. Və xanımlar, artıq gördüyünüz kimi yoldayam, gedirik Hövsana. Bacımın pişiyi üçün də elə darıxmışam ki, ürəyim gedir o pişiyi üçün. Gözləyirəm ki, Tamirlan biraz böyüsün, pişiyi incitməyəcək bir yaşa gəlib çatsın. O zaman mən də o pişikdən alıb saxlamaq istəyirəm. Sadəcə bir tərəddüd elədiyim nüans var ki, pişiyin dəhşət tükü tökülür və mən də tükə qarşı aşırı dərəcədə həssasam. Hətta anamgildə yemək yeyən zaman ağzıma atdığım hər tikəyə diqqətlə o qədər baxıram ki, birdən pişiyin tükü olar. Heyvanların tükü tökülməmiş olsaydı, mənə elə gəlir ki, hər kəs evində heyvan saxlayardı. Gördüyünüz kimi xanımlar, artıq çatmışıq. Bizim Hövsandakı binadakı 2 aya yaxındır ki, lifti təmir olunurdu. Nəhayət ki, bitiriblər. Çox yaxşı idi. Mahnı oxuya-oxuya bizi çıxartdı yuxarı. Anamgildə demək olar ki, çox video çəkmədim. Əsas məqsədim qonşuya dəyib evə qayıtmaq idi. Biraz əyləşdik, yemək yedik, çay içdik və çıxdıq. Təbii ki, biraz da Minnoşla oynadıq. Burada da Minnoş axtarıram. Minnoş yad insan görən kimi qaçır şifanerə girir, gizlənir. O qədər tək qalır ki, çox saylı insandan qorxur. Bilirsiniz xanımlar, mən bu günə kimi görmüşəm ki, hər bir heyvanın özünə məxsus qoxusu olur. Amma bu Minoya mənim bacım o qədər gözəl baxır ki, heyvanın 1 qram qoxusu yoxdur. Da pişikdən duxuyu gəlir. Mənim bacım hər gün səhər bunun dişlərini yuyur, qulağını, burnunu, əllərini təmizləyir və
səhər yeməyi olaraq ona tvaroq verir, kəsmik verir, xüsusi pişik çipsləri. Bu günə kimi olmayıb ki, bacım ona evdə yediyi yeməklərdən versin. Yalnız pişik yeməkləri, o da ən keyfiyyətlisini. Təsəvvür eləyin, insan bu pişiyin yerində olmaq istəyir. Mənim köhnə vloqlarımda bu pişiyin balacalığı da var idi. Təəssüf ki, o kanal bağlandı. Minonun balacalığı da o kanalda getdi. Minonun hələ 1 yaşı tamam olmuyor. Bacım deyir ki, Minonun 1 yaşını qeyd eləyəcəm. Və xanımlar, qışdır deyənə hava tez qaralır. Artıq saat 7-nin yarısı olardı. Dedim ki, gedim qonşuya verəcəklərimi maşından götürüm, aparıb verim. Sonra gedək evə. Xanımlar, əgər Hövsanda qalıb məni izləyən varsa, ürəyinizdən də gəlirsə, bu ailəyə kömək eləyə bilərsiniz. O qədər savab qazanarsınız ki, bu ailənin həqiqətən də köməyə çox ehtiyacı var. Mənim yoldaşım Moskvada işləyir, bizə çox yaxşı baxır, lazım olan məbləği göndərir. Amma mən 2 uşağa tək özüm baxıram və heç bir yerdən zərrə də olsa köməyim olmadan, xəstəliyində, sağlığında, bazarında, məktəbində, hər baxımdan evə tək özüm baxıram deyənə, bunun necə çətin olduğunu çox yaxşı bilirəm. Təsəvvür eləyin ki, 2 uşaqla bir qadın yoldaşı atır gedir və uşağın biri fiziki qüsurludur. Sadəcə o uşaq üçün pul alır və aldığı pulu da kirayəyə verir. Nə qədər çətin olduğunu siz özünüz təsəvvür edin. Əgər ürəyinizdən gəlirsə, bu ailəyə mütləq kömək edin. Və xanımlar, yenidən qalxdım anamgilə, Mino ilə də sağollaşım, gedirik evə. Evə gedəndə də benzini vurub sonra gedəcəm evə. Hər zaman belə edirəm, Hövsana gedərkən benzin xeyli düşür aşağı. Hövsana aeroport tərəfdən beton yolu ilə gedirəm. Burada dümdüz olduğuna görə sürətli yoldur və beləliklə də benzin uçur. Maşın sürərkən elə istəyərdim ki, qulaq asdığım mahnıları sizə də ötürüm. Amma təəssüf ki, YouTube buna icazə vermir. Cəmi 7-8 saniyə o da ki, öz mahnılarımızdan qoymaq olar. Digər ölkənin mahnılarına isə anındaca təlif haqqı gəlir. Gördüyünüz kimi xanımlar, artıq çatmışam, Məşdəğadayam. Benzin də vurub gedirəm evə. Bugün burada yekunlaşır. 1 dəqiqədən sonra yeni ilə hazırlıq vlogu gəlir. Sen ben olabilirsen çok özünü yorma. Bu status, bu obraz, bu cazibedar forma. Və xanımlar, artıq səhər açılıb. Bugün 3-4 dənə yemək eləməliyəm. Çalışmalıyam ki, axşama qədər çatdıram. Nədənsə qış daxil olandan, qızımın da məktəbi gec başlayır deyənə onun da rahatçılığı var. Buna görə yuxudan biraz gec oyanırıq. Amma bugünü tez oyanmışam ki, yeməklərin hamısını çatdıram. Bu gördüyünüz kimi antriqotdur. Bunu yuyub bastırma eləyəcəm ki, axşama kabablıqdır. Və eyni zamanda bir neçə yemək bişirirəm. Gəlin sizinlə birlikdə edək. Xanımlar, bilirəm heç yeri deyil. Amma ki, bu vlogu montaj edərkən fikir vermişəm ki, mən çox kökəlmişəm. Vlogu montaj edə-edə özümə baxıb nə qədər gülmüşəm və düşünürəm ki, mən burada necə də kulturistlərə oxşayıram. Mən niyə bu qədər kökəlmişəm, heç özüm də bilmirəm. Mənə elə gəlir ki, bu gecələr yeməyimin nəticəsidir. Gecələr xanımlar o qədər çox yeyirəm ki, sanki bütün günü özümü saxlayıram gecəyə. Uşaqlar yatan kimi mənə bir rahatlama gəlir. Bir yandan əyləşirəm, çay içirəm, seriala baxa-baxa yemək yeyirəm. Bunu da mən edirəm gecə saat 2-də, 3-də və yatmağım da çəkir 4-də. Bu vlogu montaj edə-edə özümə baxıb nə qədər məyus olmuşam. Bu gündən etibarən çalışacağam ki, gecələr yemək yeməyim. Həqiqətən də bunu qətiyyən özümdə hiss eləmirdim. Bu montajı edərkən özümü görüb şoka düşdüm. Bədənim sanki idmançı bədəninə oxşuyur. Dərhal arıqlamaq lazımdır.
Məyə xanımlar, kabablıq əti yudum, qoydum kənara. Bu tərəfdən ət qoydum qaynamağa ki, aş bişirəcəm, əti ona əlavə etməliyəm. İndi isə soğanı təmizləyirəm ki, paştet eləmək istəyirəm, ciyəri də yumuşam. Qoydum ki, ciyər suyunu süssün. Sonra başlayacağam salat eləməyə.
Xanımlar, paştetin ciyərini də əlavə elədim, qoydum ki, bişsin. Sonra salat üçün kartoşkanı kökü doğrayıb qoydum bişməyə. Çiğ-çiğ doğrayıb bişirəndə daha tez başa gəlir. Və bir də mərci supu bişirirəm ki, anam işdən çıxandan sonra bizə gələcək. Həm anam supu xoşlayır, həm də ki, Tamerlan da yeyər. Əslində sup etməyəcəkdim. Gördüm ki, həm kartoşka, həm kök soyulmuş artıq qaldı deyənə. Dedim elə bir dəfəlik sup da bişirərəm. Biraz bulyonları da çıxartmışam. Bulyonda mərci sup eləyirəm. Peçin üzəri doludur deyənə qoya bilmədim. Yeməyin biri bişsin, qazın üzəri boşalsın, supu qoyacağam bişməyə. Xanımlar, əti də bastırma edib qoyuram xaladelnika. Bastırma edərkən duz, istiyot, kəklik otu və sirkə də əlavə edirəm. Əgər evdə varsa kivi və limon da olar. Sirkə əti pambıq kimi edəcək, həm də bütün mikrobları öldürəcək. Kəklik otu da xüsusi dad verir və bir də təbii ki, soğan. Demək xanımlar, burada əti xaladelnika aparanda bir də yadıma düşdü ki, mən buna soğan qatmamışam. Təzədən eləmədim tənbəllik, əti əlavə elədim qaba, üzərinə soğan doğradım, qarışdırdım və yenidən yığdım saxlama qabına. Mən bilmirəm, soğanı necə unutmuşdum, kababın elə əsas yeri bu soğandadır.
Xanımlar, gözlədim ki, həm paştet üçün bişirdiklərim soysun, həm də salat üçün bişənlər. Onlar soyana kimi mərci supu da bişdi. Blenderdan keçirdirəm. Biraz ehtiyatla keçirdirəm ki, qazanı cızmasın. Bununla belə qazanları edəndə ehtiyatlı olun. Çünki əməlli başlı qazanları cızır. Xanımlar, ət də artıq bişdi. Yadınızdadsa, əti öncə qoymuşdum bişməyə. Mənə belə ət lazım olanda və suyu artıq qalan zaman balaca bankaya əlavə edib saxlayıram suplar üçün. Xanımlar, paştet hazırlayan zaman bu bişirdiyimizi mütləq 3 dəfə maşınkadan keçirtmək lazımdır. Və mən bişirdiyim üsulla edəndə çox ləzzətli olur. Yəni ki, suda qaynatmayanda, hamısını birlikdə yağ soğanda bişirəndə. Xanımlar, gördüyünüz kimi artıq paştet də hazırdır. Mən indi bunu qoyacağım xaladelnika ki, özünü tutsun. Özünü tutanda bərkiyir, yağlar da donur. Kəsəndə rulet formasında gözəl görsənir. Xanımlar, deməli, paştet hazırdır, salat hazırdır, supu bişirdim. Əti bastırma eləmişəm. Bir dənə də qaldı aşı süzmək. İndi aşı qoyacağım istansın. Təbii ki, suyuna duz da əlavə edirəm. Və aşın suyunu qazanda qoyuram ki, qaynasın. Su qaynayana kimi düyü duzlu suda qalır. Və bayaq da gördünüz ki, qablar qalır. Mən o qabları da yudum sizə çəkmədən. Qabları yuyandan sonra aşı da süzdüm.
Xanımlar, bilmirəm tək bizim ev belədir, ya hər kəsdə belədir. Bu tərəfdən qabı yuyursan, o tərəfdən qab çıxır. Demək olar ki, rakovinə heç zaman boş qalmır. Gün ərzində qab yumaqdan əllərim qupquru olur. Nə qədər əlimə krem çəksəm də 2 dəqiqədən sonra yenidən su dolur. Dırnaqlarıma da fikir versəz, görərsiniz ki, dibindən yoxdur. Qab yumaqdan, iş görməkdən dırnaq da buna dözmədi. Biri dibindən qırıldı deyənə hamısını tutdum. Məndə belədir ki, biri qısa, biri uzun olanda dayana bilmirəm, gərək hamısı eyni boyda olsun. Bir dırnağa görə məcbur oldum, hamısını tutdum. Təbii ki, dırnaq da uzanacaq, amma ki, əllərimi dırnaqsız heç təsəvvür edə bilmirəm. Bu qədər öyrəşmişəm ki, dırnaqlara. Elə narahat iş görürəm ki, elə bir ki, nəsə çatmır. Bu əlimdəki üzüklərə də aiddir. Bir çox izləyici mənə yazırdı ki, o üzüklərlə necə iş görürsən? İnanın ki, eyni dırnağım kimi, əgər barmağımda o üzüklər olmasa, elə bilirəm ki, nəsə çatmır. O qədər öyrəşmişəm ki, onlarsız özümü təsəvvür edə bilmirəm. Və xanımlar, gördüyünüz kimi su da qaynadı. Artıq düyünü də süzürəm. Bir tək geriyə qaldı əti didmək. Aşı qaynamağa qoyum, əti də didəcəm, vəssalam. Gördünüz xanımlar, üzərinə kərə yağı da əlavə edib qoyuram dəmə. Aşı dəmə qoyanda vam otda üzərinə də dəmir əlavə edirəm və qapağına mütləq dəsmal bağlayıram. Əslində mənim qapaq papaqlarım var idi, amma onlar kaladovkada deyənə tənbəllik elədim gedib götürməyə. Elə dəsmal bağlayıram, gedir. Bax xanımlar, artıq axşamdır. Süfrəni düzəldirəm ki, biz yeni ili qeyd edək. Düşünürdüm ki, anamgilə gedim, sonra vaz keçdim, çünki yoldaşımın nənəsi mən getsəm tək qalır. Ürəyim götürmədi ki, mən onu tək qoyum gedim. Düzdür, yoldaşımın nənəsi qaynanam gillə bir evdə qalsalar da, o mənə bağlıdır. Biz hər zaman bir yerdə oluruq və hər zaman bayramları da bir keçirdirik. Bu səbəbdən də anama dedim ki, sən bizə gəl. Bacım həmən gün toyda idi. Anam da gəldi, oturduq bir yerdə yeni ili qeyd elədik. Çox istəyərdim ki, yoldaşım da burada olsun. Təəssüf ki, məzuniyyət günü deyildi. Allah nə veribsə, nəyə gücüm çatdısa onu bişirdim. Əsas odur ki, ailədə hüzur olsun, mehribanlıq, əmin-amanlıq olsun. Əgər bir evdə evin böyüyü sənə hörmət edirsə, onun duasını, sevgisini qazanırsansa, demək qoyduğun hörməti layiqli və yetərincə qoymusan ki, eyni rəğbəti də özünə qarşı görürsən. Unutmamaq lazımdır ki, bu həyat bumerang kimidir. Kimə nə hörmət bəsləyirsənsə, eynisi qarşıva çıxır. Ən önəmlisi də böyüklərimizə hörmət etməliyik ki, onların içdən gələn duasını qazanmalıyıq ki, yolumuz aydınlıq olsun. Mən buna çox inanıram. Əgər bir böyüyün duasını qazanırsansa, hər zaman yolun aydınlıq olur. Məni ən çox üzən belə nüanslar olur ki, avtobusa minirsən və görürsən ki, nənələrimiz, babalarımız ayaq üstə qalır. Gənc nəsil isə qulaqcığı taxır, əyləşib bayıra baxır, onları görməzdən gəlir. İndiki cavanların getdiyi yol ürpədir insanı. Mən qızımı məktəbə apararkən inanın ki, yol boyu onunla danışıram. Məktəbə gedən zaman əgər sən bir böyüklə eyni anda keçirsənsə, mütləq sən gözlə, qoy o böyük keçsin, sən onun arxasıca get. Və yaxud da böyük danışır
danışırsa, sən sakit durmalısan. Tanımadığın insandırsa, müəlliməndirsə, səndən böyükdürsə, mütləq onunla sizlə danışmalısan. O qədər bu sözləri deyə-deyə onu məktəbə aparmışam ki, hər dəfəsində də qızım mənə deyir ki, ana, artıq bu sözləri mən əzbər bilirəm. Söhbət bura qədər necə gəldi çatdı, mən heç özüm də bilmirəm. Bir onu bilirəm ki, mövzum böyüklər üstündədir. Yoldaşımın nənəsinə görə evdə oturmağıma görədir. Yəni xanımlar, bunu demək istəyirəm ki, indiki yaşımızda kimə nə hörmət qoysaq, irəliləyən yaşlarımızda eyni hörməti görəcəyik. Deyə-deyə artıq süfrəni də hazırladım. Yavaş-yavaş mən də sizlə sağollaşım. Heç də olsa yeni ilinizi təbrik edirəm. 2026 hər kəsə düşərli, uğurlu olsun. Siz vloqun davamına baxın. Mən də burada sizinlə sağollaşıram. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.